Değerli kardeşlerim, miladi tarixlə 2025-ci ilin son cüməsini yaşamaqdayıq. Ömrümüzdən bir il belə keçdi. Bir ilin hesabını hər kəs özündə hesablaması lazım. Mən bu bir il ərzində Allahın rızasını qazanacaq hansı əməllər işlədim? Və ya Allahı qəzəbləndirəcək hansı əməllər işlədim? Hal-hazırda ölsəm, Rəbbim məndən razı olarmı? Bu suallar bizlərə hər gün verilməlidir. Allah Azza və Cəllə biz insanları elə yaratmış ki, sabahımızdan xəbərimiz yoxdur. Gələcəyə dair nə qədər ömür sürəcəyimizi də bilmirik. Onun üçün də gün bu gündür. Allah Azza və Cəllə bizə bu günü çıxmağı nəsib etmişsə, bol-bol tövbə etməliyik. Allahdan bağışlanma istəməliyik. Bir daha o günaha qayıtmamaq şərti ilə. Dəyərli qardaşlarım, bizi İslamla müşərrəf qılan Rəbbimizə həmd olsun. Allah həmd olsun ki, biz müsəlman olaraq yarandıq. Bu müsəlmanlıq Allah Azza və Cəllənin gəlmiş, keçmiş bu qədər insanın içində sənə bəxş etməsi, sənə nəsib etməsi səni sevdiyin əlamətidir. Sənə dəyər verdiyin əlamətidir. Biz müsəlman olan bizlər bugün aramızda ən çox sıxıntı çəkdiyimiz məsələlər ayrılıqdır. Ümmət şuurundan uzaq düşməyimizdir. Ümmətçilik anlayışı demək olar ki, bizdə sıfıra bərabərdir. Qardaşlarım, ixtilafdan çox ittifaq olduğumuz nöqtələr var. Kitabımız birmi? Birmi? Birdir. Rəbbimiz birdirmi? Birdir. Qibləmiz birdirmi? Birdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə gözəl bir yol qoydu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə mənfəətçi olmamağı öyrətdi. Bugün insanlar olduğu toplumla fəxr edir. Sanki belə bir təəssürat yaradır ki, mən olduğum toplum cənnətə girəcək, digərlər hamısı cəhənnəmlikdir. Yox belə bir şey. Sənin əlində qarantiyan varmı ki, sən cənnətə gedəcəksən? Və yaxud da sənin məşrəbin, məzhəbin, olduğun o qrup cənnət əhlidirmi? Görün, hansı haldan hansı hala gəldik. Bir-birimizə salam verməyi belə özümüzə çox bilirik. Budurmu bizim qardaşlıq anlayışımız? Dirəşirsən ki, salam verəsən, üzünü səndən çevirir. Kibirlə, qürurla. Sanki bu adam aşire-i mübəşşirədən birisidir. Xeyr. Artıq elə bir mərhələyə gəlib çatmışıq ki, ümmət arasında olan bu ixtilaflar artıq şəxsi müstəviyə keçib. Gördüyümüz mənzərə budur ki, şəxsi mənfəəti yaxşı olsun deyə təhqirlərə, ağla gəlməz bütün pisliklərə əl atırlar. Bizim birliyimiz, dirliyimiz olmadıqca İslam izzətindən danışa bilmərik. Halbuki bizdən öncə yaşayan kişilər izzəti İslamda tapdılar. Birlikdə tapdılar. Bu ümmətin kişiləri bir ucu Əndəlüsə, bir ucu Orta Asiyaya və bütün ümməti bir olma şuuru qurtaracaq.
Onun üçün də Rəbbim ümmət Muhammedə birlik və dirlik versin.